vaxtınız xeyir olsun. Əziz bizim Səda izləyiciləri. Bugün də həmişə olduğu kimi hüzurunuza bol-bol informasiya və rəngarəng sujetlərlə gəlmişik. Vaxtı çox uzatmadan keçirəm sıradakı sujetlərə. İctimai nəqliyyatdan tez-tez istifadə edirsiniz. Metro, avtobus, elektrik qatarları. Hər gün neçə-neçə insanlarla yol yoldaşı oluruq. Özü də hər dəfə yeni-yeni simalarla rastlaşırıq. Müxtəlif xarakterli insanlarla yol gedirik. Yəqin ki, bu zaman bekarçılıqdan insanların üzünə diqqətlə baxıb, onları analiz də etmişsiniz. Hərə öz aləmindədir. Onların düşüncələri, xasiyyətləri kimi vərdişləri və fizioloji xüsusiyyətləri də müxtəlifdir. Təbii ki, heç birimiz yolçuluq zamanı xoşagəlməz məqamlardan da sığortalanmamışıq. Misal üçün, baxırsan gözəl göyçək, bəzəkli, düzəkli, teli daraqlı birindən xoşagəlməz qoxu gəlir. Bəli, düz tapdınız, tər qoxusundan danışıram. Düzdür, belələri ilə tez-tez rastlaşırıq, amma onların arasında tərləyəcəyindən qorxub özünün müxtəlif vasitələrlə qorumağa çalışanlar da var. Belə insanları isə hidrazofoblar adlandırırlar. Ümumiyyətlə görəsən biz nə üçün tərləyirik? Bu bir xəstəlikdir, yoxsa normal haldır? Bu barədə isə bizə könül danışacaq. Əgər onun deyəcəkləri sizlər üçün də maraqlıdırsa, onda sıradakı sujeti izləməyə dəyər. Günümüzdə kompleksiz insan barmaqla sayılacaq qədər azdır. Xarici görkəmini bəyənməyən kim, bəxt taleyindən şikayətlənən kim. Hələ gənclərdən danışmıram. Kimisi artıq çəkisindən sıxılır, kimisi burnunu özünə kompleks edir, kimisi də saçlarından narazıdır. Kompleksim var, hər kəslə ünsiyyətə girmirəm birinci növbədə. Ünsiyyətə açıq deyiləm, yəni hər insanla. Burundan kompleksi var. Yoxdur, çox şükür elə bir kompleksimiz yoxdur. Şəxsən mən özümdə əvvəllər olub, amma indi yoxdur, çox şükür. Lakin bir fobiya da var ki, onun adını nadir hallarda eşidirik. Hidrozofobiya, yəni tərləmək qorxusu. Yəqin siz də razılaşarsınız ki, ədəb-ərkanlı, gözəl göyçək insandan tər qoxusu gələndə heç də yaxşı təsir bağışlamır ətrafa. Belələrini görəndə baxırıq deyirib buna baxır, özünə fikir də vermir. Hələ bir ağız da büzürük. Bəli, xoşagəlməz haldır. İnsanın özünə güvəni belə itir. Ammiak ifrazlı tərləmə prosesi həyəcan, qorxu və gərginlik nəticəsində baş verir. Həkimlər deyirlər ki, həddən ziyadə tərləmək hiperhidroz əlaməti sayılır ki, bu da orqanizmdə ciddi pozğunluqlardan xəbər verir. Hiperhidroz müxtəlif ağır keçirilmiş xəstələrdən sonra da yarana bilər. Misal üçün, belə hamı tanıdığı pnevmoniya və ya ağciyər iltihabından sonra xəstə sağalır və bundan sonra o keçirilmiş ağır xəstəliyin bir təsirlərindən biri kimi, ağırlaşması kimi və ya qalğı kimi vegetativ sinir sisteminin funksiyasının pozulmasını əldə edir. Belə ki, onda hiperhidroz olur, güclü tərləmə olur, əllərdə ola bilər tərləmə, bədənində olur tərləmə. Добрый день, господин президент. Здравствуйте, месье Пенье. Произведите расчет с месье Пенье. По какой причине, господин президент? У него влажные руки. У меня влажные руки, подумайте. Никогда они не были влажными. Вот сами потрогайте. Ну, потрогай. У него нет. И сроду не были влажными. Əslində tərləmək yaxşıdır, çünki tər vasitəsilə orqanizmdəki dərman preparatlarının qalıqları və zəhərli maddələr bədəndən ifraz olunur. Bu təbii və hər bir insana xas haldır. Ancaq razılaşın ki, ictimai yerdə tərləyən insan görüntüsü və ən betəri tər qoxusu o qədər də xoş təsir bağışlamır. İctimai bir yerdə tər qoxusu belə deyim, adi bir şey. Onu hiss etdikdə ona bunu bildirmək vacibdir, yəni lazımdır yoxsa yox? İctimai qanun. Məncə lazımdır. Niyə? Ona görə ki, o insan əgər özü onu hiss eləmirsə, onu desən, onu qıcıq qatır. Yəni, acıqlanır ki, niyə mənə deyirlər? Niyə insanı psiktirəsə? Biri var ki, danışıb aramızda olan problemləri çözmək. Biri də var ki, ona siz dediyiniz kimi səhvlərini ispat etmək. O biraz çətindir. Çox hiss eləmişəm, amma hiss elətdirməyin tərəfdarı deyiləm. Bu, ən yaxşı variant yerini dəyişmək. Ən yaxşı variant? Hə, yanından çəkil get qırağa. Burnumu tutaram, əgər iyi gəlirsə.
və yaxud da ki, deyərəm, ayda nə pisi gəlir. Mədəniyyətşünas Aydınxan Əbilov isə deyilən bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə psixoloji baxımdan hər insan tənqidə hazır olmur. Tərə qarşı qorxusu olan, fobiyası olan insanla bir fikir mübadiləsi aparın. Ya əgər özünüz bacarırsınızsa onu bu işdən çəkindirməyə çalışın. Bir psixoloq olun, kiçik bir psixoloq olun, eksperiment aparın və ona kömək edin. Əgər bunu bacarmırsınızsa mütləq ona məsləhət görün, həkimə getsin və fobiya ilə bağlı psixoloqun yanında olsun və bu qorxu onun bədənindən çıxsın. Biri var xəstəlikdən əzab çəkib tərləyəsən, biri də var pintilik, baxımsızlıqdan tər qoxusu bürüyə aləmi. Hər iki halda xoşa gəlməz hadisədir. Odur ki, təmizliyinizə diqqət yetirin. Axı təmizlik imandan gəlir. İmanınız güclü, üst başınız isə həmişə təmiz olsun. Könül Rafiq qızı Ceyhun Mustafayev, Lider TV. Qışı sevirsiniz, indi yəqin yalnız istiyə dözümü olmayanlar hə dedi. Nə görmüsünüz bu fəsildə? Havalar soyur, insanlar evlərinə qapanır. Qar da yağdı mı vəssalam, evdən iş yerinə gedən yol dönür az qala Bermud uçbucağına. Yəni getdiyin yoldan sağ qayıdıb qayıtmayacağın sual altında qalır. Yenə uşaqları başa düşmək olar. Onlar üçün qış əsl əyləncə fəslidir. Qar topu, xizəklər, qar adamları və s. onların sevincinə sevinc qatır. Şəxsən mən özüm qışı yalnız yeməklərinə görə sevirəm. Axı bu mövsümdə elə yeməklər var ki, onu yayda yemək mümkün deyil. Misal üçün, piti, borş, xəngəl, düşbərə və s. və ilaxır. Hələ bizim Ülviyyədən yeni bir söz də eşitmişəm. Deyir, insanın sevdiyi qidaya görə onun xasiyyətini müəyyənləşdirmək olur. Nə deyim, açığı elə də inandırıcı səslənmir. Deyirəm, haqsızlıq etməyək. Gəlin qızı dinləyək, hazırladığı sujeti izləyək. Sonra bunun nə dərəcədə doğru olub olmadığına qərar verərik. İnsanların xasiyyətini müəyyən etmək üçün müxtəlif üsullar var. Onlardan biri də yemək üsuludur. Yəni yediyimiz qidaya görə onun xarakterini müəyyən etmək olurmuş. Əgər bu sizlər üçün də maraqlıdırsa, yəni necə bir insan olduğunuz özünüz üçün də maraqlıdırsa, onda bizi izləməkdə davam edin. Xarakteri xoşladığın yemək və tərəvəzlərlə də müəyyən etmək olar. Damaq dadına görə insanlar bir neçə qrupa ayrılır. Özlərini qurban verməyə hazır olan cəngavərlər və romantiklər həyatlarını şirniyatsız təsəvvür etmirlər. Egoistlər isə əsasən turş yeməklərə üstünlük verirlər. Duzlu yeməyə meyillilik isə xəsislikdən xəbər verir. Bu insanlar həm də əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər. İnsan nəyi xoşlayırsa, ona uyğun onun xarakterini, xasiyyətini vermək mümkündür. Və burada qeyd eləyək ki, qidalar əsasən şirin, turş və acı, yəni istiotlu qidalara bölündüyü üçün qeyd eləməliyəm ki, romantik insanlar şirin qidalara meyillidirlər. Onlar heç vaxt şirniyyatdan vazgeçə bilmirlər romantik insanlar. Turş qidaları sevən insanlar egoist olurlar. Onlar uğur qazanmağa meyillidirlər və can atırlar uğur qazanmağa və onların egoistliyini biz həmişə xasiyyətlərində görürük ki, həddən artıq çoxdur. Mən egoları onlarda yüksəkdir. Acını sevən insanlar isə daha çox sadəlöv və səmimi olurlar. Bu cür insanları aldatmaq daha asandır olur. İstiotlu yemək xoşlayanlar isə sadəlöv və səmimi olurlar. Qaynar temperamentli bu insanlar daim macəra axtarışındadılar. Ən böyük çatışmazlıqları egoistlikləridir. Ancaq bəzi xəstəliklərdən uzaq olmaq üçün onlar yeməkdə acı ədviyyatlardan mümkün qədər az istifadə etməlidirlər. Qəbul etdiyimiz qida ilə bizim xasiyyətimizin arasında böyük bir əlaqə vardır. Bu doğrudan da belədir. Qəbul etdiyimiz qidalar bizim xasiyyətimizi hər zaman göstərər. Məsələn, baharatları üstünlük verən insanlar, yəni acılı yeməkləri xoşlayan insanlar çox ehtiraslı olurlar, temperamentli olurlar. Tərəvəzsevərlər isə enerjili olur. Karyeralarını daha rahat qururlar. Biliyə yiyələnməyə can atan belə insanlar eyni zamanda şöhrətpərəstlikləri ilə də seçilirlər. Canlarının qədrini bilən sülhsevər olurlar. Hər cür münaqişələrdən qaçırlar.
Psixoloqlar tərəvəzlərin xasiyyətdəki dəyişikliklərə necə təsir etməsini də müəyyən edə bilib. Belə ki, çoxlu kələm yemək insanı üzü yola, yerkökü yemək isə deyingən edir. Pomidor insanlarda çalışmaq əzmi, xiyar isə diqqətsizlik yaradır. Kartof yeyənlər ağır xasiyyətləri və digərlərinin fikirlərinə dözümlülüyü ilə seçilirlər. Ət sevənlər ambisiyalı, balıq həvəskarları isə sakit olurlar. Ət məhsullarının üstünlük verən insanlar əsasən realist və aqressiv olurlar. Bu insanlar sözü bütöv insanlardılar və çox gözəl rəhbəri vəzifələrdə çalışa bilərlər. Çərəzlərə üstünlük verən insanlar əsasən ambisiozdular və həyatda lider olmağa çalışarlar. Meyvə tərəvəzlərə üstünlük verən insanlar çox sabit insanlardır və bu cür insanlarla münaqişəsiz hər bir problemi həll etmək mümkündür. Ümumilikdə isə çalışın ki, nə yediyinizdən asılı olmayaraq yaxınlarınızın yaddaşında həmişə xoş niyyətli və yaxşı xarakterli insan kimi qalasınız. Ülvi Elxan qızı Elvin Muradov, Lider TV. Bəzilərimiz gündəlik iş qrafikinə o dərəcədə alışmışıq ki, hətta tətil günlərində də bekarçılıqdan nə edəcəyimizi bilmirik. Ancaq bu vəziyyət heç də hamıya şamil edilə bilməz. Çünki belə günlərdə ailəsi ilə müxtəlif istirahət məkanlarına yollananlar da var, körpələr üçün təşkil olunan şənliklərə, əyləncə mərkəzlərinə üst tutanlar da. Bəs paytaxtımızda ailəvi istirahət etmək üçün başqa hara getmək olar? Düzdür, sirk də əla variantdır. Elə bu yaxınlarda tamaşaçıların diqqətinə təqdim olunan Moskva sirkinin rəngarəng şousunu da izləməyə dəyərdi. Ümumilikdə isə deməliyəm ki, hələ ta Sovet zamanından Moskva sirkinin nəinki paytaxtımızda, həmçinin bölgələrimizdə də qastrol səfərləri olub. Moskva sirkinin truppa üzvlərindən biri hətta 34 ildir ki, Xaçmaz rayonunda saxlanılır. Bilirəm, təəccüblü səslənir. Deyəcəksiniz ki, necə yəni saxlanılır? Bu hansı sirk ustasıdır və yaxud kimdir? Amma burada söhbət kimdən yox, nədən gedir? Daha ətraflı bölgə müxbirimizin hazırladığı materialdan biləcəksiniz. Beləliklə, diqqət ekranlara. Podsovet məkanında kifayət qədər tanınan Moskva sirkinin respublikamıza ən geniş miqyaslı qastrol səfəri ötən əsrin 80-ci illərində olub. Xaçmaza gələn sirk kollektivi şəhərin müxtəlif yerlərində açıq havada tamaşaçılara biri-birindən maraqlı səhnəciklər təqdim etməklə yanaşı, gətirdikləri müxtəlif növ heyvanların sərgisini də təşkil edirdi. Rayonda həmin qastrol zamanı yaşanan xoşanları hələ də yaxşı xatırlayırlar. Köhnə avtovağzanın qabağında idi, Moskvadan gəlmişlər maşınlarla heyvanlar idi. Heyvanlardan deyim də şirdir, pələngdir, meymundur. Sonra gürbəcə quşlar idi, meymunlar var idi, indi uşaqlar, məsələn, böyüklər, konfet atırdılar onlara. Deməli, 5-ci sinifdə oxuyurdu, bizi gətirmişlər Xaçmaza, sirka, orada heyvanlar var idi, heyvanlarla tanışlıq elədilər bizi. Ən çox orada xoşumuza gələn meymunlar idi. Həmin meymunlardan biri Xaçmazda tələf olur. Doğuş zamanı ölən ananın balası da sağ qalmır. Meymunun ölümü isə hamını təsirləndirir. Daha sonra belə qərara gəlinir ki, sirkin tərkibindəki heyvanların arasında hamının sevimlisi olan bu meymun və onun balası bastırılmasın. Meymun və onun balası düz 34 ildir ki, laboratoriyada xüsusi belə bir şüşə qabda saxlanılır. Uzun bir müddət keçməsinə baxmayaraq, nə meymunun, nə də ki onun balasının görünüşündə heç bir dəyişiklik baş verməyib. Əvvəllər Xaçmaz rayon baytarlıq laboratoriyası, indi isə diaqnostika kabineti adlanan bu məkanda meymun və onun balasını olduğu kimi qoruyub saxlamaq xüsusi məhsulun hesabına mümkün olub. %20% formalin məhlulunda saxlanırlar. Əsas məqsəd ondan ibarətdir ki, yəni bu məhlul daima əlavə olunmalıdır. Yəni dərman azaldıqca, havanın temperaturuna əlaqədar buxarlanma getdikcə daima dərman əlavə olunmalıdır. Əgər dərman heyvanın üzərindən çıxmasa, orada çürümə gedə bilər. Məhv olar. Ağabey Məmmədovun sözlərinə görə qulluq hər zaman vaxtında və dəqiq aparılarsa, bu eksponatı hələ uzun illər olduğu kimi qoruyub saxlamaq mümkün olacaq. Yusif Mahmudov, Ceyhun Vəlibəyov, Leyla Abbasova, Allahverdi Nadiroğlu, Lider TV, Xaçmaz. Sonuncu dəfə evimiz 10 il əvvəl təmir olunub. Düşünürəm ki, artıq mənzilimizə əl gəzdirməyin zamanıdır. O gün xarici təmir dizayn firmalarının birinin səhifəsinə daxil olub şəkillərinə baxdım. Sən demə interyerdə ağlıma belə gətirmədiyim üslublar varmış.
Ən çox xoşuma gələn isə ağacoyma elementləri ilə dekor edilən otağın rəsmi oldu. Öz aramızda bizim bu sahədə fəaliyyət göstərən sənətkarlarımız xarici mütəxəssislərdən heç də geri qalmırlar. Hətta əksinə, mən deyərdim ki, ağacoyma sənəti bizim interyeri milli ornamentlərimizlə daha da zənginləşdirir. Bu isə öz növbəsində bu sənətə yeni, özünə məxsus ahəng qatır. Hə, düz tapdınız. Növbəti sujetimizdə əməkdaşımız Fidan məhz ağacoyma sənətindən və oymaçı işinin özəlliklərindən danışacaq. Yəqin ki, çoxunuz adi ağac parçasından belə gözəl əsərlərin ərsəyə gələ biləcəyinə inanmazsınız. Halbuki insan istəsə, az qala hər şeyi bacara bilir. Təbii ki, istedad və qabiliyyətin olması şərti ilə. Hələ lap qədim dövrlərdə əcdadlarımızın daş üzərində oyub çizdıqları və müxtəlif adətləri əks etdirən şəkillər, fiqurlar bugünümüzə dək gəlib çıxır. Ağac üzərində oyma sənətinin tarixi isə yaxın keçmişdən başlayır. Bu sənətin ustadı sayılan 78 yaşlı Seyfəddin bəy 22 ildir ki, ağac üzərində əsrarəngiz əsərlər yaradır. Onun təxəyyülündən doğan kompozisiyalara baxdıqda insan inanmır ki, onlar əllə düzəldilib. O, ərəb əlifbasını ağac üzərinə həkk edərək yeni bir sənətin əsasını qoyub. Rəssamlıq məktəbini qurtarmışam. Bəlkə oradan yarandı ki, bu canımda olan görəcəyim işlər üçün nə varsa onları üzə çıxardım. Həmin dövrdə o yazının birini necə varsam o şəkildə ağac üzərinə götürdüm, işlədim. Orada yazılmışdı, Allah hər şeydən xəbərdardır tərcüməsində. Doğrudan da o iş mütəxəssislər tərəfindən bəyənildi. Sonra bu işə təmələn başladı. Bugünə qədər 50-yə yaxın əsəri olan Seyfəddin bəy istifadə etdiyi qoz ağacının üzərinə Azərbaycan klassiklərinin və Türk dünyasının korifeylərinin adını həkk edir. Onun əsərləri bir çox sərgilərdə nümayiş etdirilir, bəyənilir. Adətən yaxşı sənətkar özündən sonra davamçı qoymursam, onun adı o qədər işte örməklə çəkilmir. Mən gördüyüm işlər qədər də öyrətdiyim tələbələrimdən də razıyam. Təxminən bir 6 nəfərə qədər özü məsələn, mənə doğma olanı da var, yad adam da. Hər kim mənə müraciət eləsə, öyrənsin deyin, mən məmnuniyyətlə nə bilirəmsə ona öyrətməyə hazıram. Dünyanın heç bir yerində ağac üzərində oyma sənəti ilə bu şəkildə məşğul olmurlar. Bu materialdan müxtəlif fiqurlar düzəltsələr də üzərində yazı olmayıb. Ağac oyma daş oyma sənətindən daha çətindir. Çünki ağacın sınma ehtimalı böyükdür. Yazı ayrılır. Bu fon verilməsə, yəni yer bir bütöv olmasa, həm ağacın özünün fakturaları mane olur işin görünməsinə. Həm də ki, o ağacı biraz da, görülən işi biraz da zənginləşdirir bu. Fon vermişəm bu bütün bunlara, onda bu işlər tamamilə aydın görünür. Mütəxəssislər tərəfindən yaxşı oxunur. Sonra bu işləri bax, buradan başlanır, bu qıraq yazı, beləsinə baxanda o qədər bir-birinə qarışıq görünür. Amma bu fon verəndə budur buradakı kimi. Bunlar çox aydın. Tünd qoz ağacından yonulan məscid formasında olan Məhəmməd Füzuli sözü minarənin üzərinə süfrə kimi sərilən əsər diqqəti cəlb edir. Ağac üzərində xətt oyma sənəti ilə məşğul olmaq böyük səbir tələb edir. Məsələn, bax, bu əsərin ərsəyə gəlməsi üçün düz 7 ay vaxt sərf olunub. Çox güman ki, süjetimizdən sonra siz də ağac parçasına rast gəldikdə ondan nələr düzəldə biləcəyiniz haqqında düşünəcəksiniz. Əgər bu sənətlə yaxından tanış olmaq istəsəz, alətlərlə ehtiyatlı olmağı unutmayın. Fidan Əl-Heydər, Elşad Məmmədov, Lider TV. Bax belə. İşinin çoxluğundan vaxt edib sujetləri izləyə bilməyənlərə isə YouTube-dakı səhifəmizi bir daha xatırlatmaq istəyirəm. Siz bizim səda yazmaqla qaçırdığınız hər bir verilişi izləyə bilərsiniz. Bugünlük isə bu qədər. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. 5, 4, 3, 2, 1. Hə, sevinci qatır. Yox, yenədən keçməliyim. Bəsə, mən unuttum. Yenə şəxsən deyirəm. Lab kəndçilər kimdir, qrafik nə? Düz bu barədə də sıd idi yoxsa ıdı. Misal üçün baxırsan gözəl göyçək. Dedim də, vallahi dedim. Metro, avtobus, elektrik qatarları. Döy məni.